danışır ki? şərbət İçki danış. olmayan yeri yalan niye danışır ki içki var? Zəhərin olsun tutu sənin evdə yediğin sonra zəhərin olsun. Bundan da beter Ayıp. günə qal sənin. Ay, ayıp. Bir dəqiqə xanım. Yox. Baxın. Aça bilmərəm. Bizim telefonla çəkilsə deyərdi silib. Öz telefonuyla 2 dənə bax eyni şəkil. Niyə yalandan danışır? Bax bu Quran. Məni vadar eləmə. Əgər mən tutuya burada içki təklif etsə bu Quran mənə qənim olsun. Yoxsa onu tutu deyirsə bu Quran mənə qənim olsun. Yaxşı, sakitləş Arzu, sakit. Heç nə demirəm mən. Ayıbdır, Xanım. valla belə hörmətsiz Xanım eləməyin. bir dəqiqə. Hüseyin sakit dur. Ay xanım. Bax o sizə qonaq gəlib hə? Birincisi orucluq aydı. İçki olmaz stolun üstündə. Günahdır. Ayıbdır. Özdə bir parça uşağın qabanda içki nə axtarır? İkincisi də gecə saat Niyə başa 3-də. düşmürsün? Deyirik Xanım içki gecə saat, olmuyor. gecənin saat 3-də xəstə uşağın qabanda Ay bala, ay bir dəqiqə. Yaxşı, içki olmuyor. İndi ağzına çıxarıb içki. Olmayıbsa niyə əsəbləşirsən ki? Deyib də, indi Əsəbləşmirik. O niyə əsəbləşirik? Olmayan sözü niyə deyir? Olmazı Niyə sözlərini deyir? də bundan sonra nə az Niyə deyir olmayan sözü? Küçük olduğu yerdə bu hər sözü deyə bilər. Mən ağsaqqal adam onun dediyini yeməliyəm belə. Niyə? Niyə eləməlidir? Niyə deməlidir o sözü? Olmuyor baxın. Bəyəklər canlı Azı Basimanın telefonunda. Kimdir ki? Deyir ki, belədir, boşulmuşam, məni çıxardı. Niyə yalandan deyirsən, sənə şampan təklif eləmişik? Niyə? Kim təklif elədi sənə? Nəfə Ayşət xanım. Nəmək? Hə, bildim, Ay bildim. tutu sən yalan deyirsən ay tutu. Nəylə bağlıdır, görüm hələ, nəylə bağlıdır? Dayan heç buraxın. Tutu, heç dat demirəm. Bu oruçluğa tapşırmışam. Heç dat demirəm. Sən ki yalandan deyirsən, oruçluğa tapşırmışam. Heç dat demirəm. O şey olmuyorsa, sən onu deyirsən, səni oruçluğa tapşırıram. Esmira xanım, bir sən nədir? Qısa Axşamın rəqəm xeyir. ver. Asimanla birləşiblər. Arzunu göstərdən qovdurmaq istəyirlər. Mən sənə sual Üstünə verirəm. mən də deyirəm, Esmira narahat xanım, olma, bir qız saat 3-də hara gedir? Bəx də ha necə gedir? Mən getmirəmsə o paxlıq oturmalıydı burada. O düzdür valla düz sözə mən nə Həmin deyim. taksinin nümunəsidir. Ay Gecə sən saat 3-də arzunla gəlmişsən mənim evimə. Küçədə. Qulaq as, sən arzunla gəlmişsən mənim evimə. Niyə tək gedirdin? yarısıydı. Niyə tək gedirdin? Maddi marağın nədir sənin? Sənin fikrin nədir? Sən tək Çıxdıqdan mən yata bilmədim. Mən xəstəliyimə Yaxşı. Az kim qışqırdı? Az Arzu Asimanla danışırdı. Kim qışqırdı? Hə, adı nədir? Səhifənin adı nədir? İndi görün. Ya mənim şarkılarımı sən Hə, gördüm. Sən haqqda nəsə dedim. Özünü niyə ortaya atırsan? Çünki mənim evimdə olub o söhbətlər. Nətər Mən özün Arzu ilə yatırsan? danışıram. Günəş işığı qoşuram, bir 2-3 Artıq mənim evimdə olub, ona görə mən Günəş işığı qarışıram. gəl. İki dəqiqədə qoy mən danışım. Ay Afət xanım, hər şeydə bax.